təbii ki, mənim ağlıma baxan toy sahibi, mən başqasını demirəm də, əgər mənim ağlıma, zəkama, mənim sözümə baxan toy sahibisə də, demək yox, o güclü toy sahibi deyil. İnsan gərək özü bir analizə etsin ki, kimləri toya dəvət edir. Sən xan, mən də toy təşkilatçılığı edirəm. Mənə də çox müğənnilər deyirlər. Mən bəzən toy giyələrinin israfçılığını da istəmirəm. Bilirsən niyə? Bu günləri mənim təşkil ediyim toylardan söhbət gedir. Mən ayda 2 dənə toy təşkil edirəm, maksimum 3 dənə gediş eləmərəm, amma çox böyük bütçəli bir məclis olar. Bir adam ki, Nuri Sərləndirici dostumuza $14.000 ansamblinlə verirsən, o məclisə səncə 4 dənə, 5 dənə yarım saatlıq müğənni niyə lazımdır? Toy 7-də başlayır 8-in yarısı, 12-də 1-in yarısı tutarım. Mən 4 dənə doğru yarım saatlıq müğənni gətirdim, 2 saatı getdim. Aş var bunun, valideynlərin danışmağı var, bunun bəyin oynamağı var. Ne bileyim, o var, bu var. Nuriye onda harda kaldı. Bak, ya da Abbas'a 18 müğənniden çok bir şey değil. İki müğənniden çok program kimi, 2 müğənniden çok yarım saat olan yani gereksiz bir şey. Çünkü çok israfçılık. Evvel bile değildi. Çünkü bunun DJ'i var, bunun tortu var, aşı var, bunun ne bileyim aksakalın oynamağı var. Onda o verdiğin hamı da yaxşı şey istiyor evladını. Ve ben de görsem bana 5 lira, mesela şu bu yakınlarda ben Allah Camalı xoşbəxt eləsin. İnşallah Sevinç xanımın bir yerde toyları olacak. Möhtəşəm bu yaxın nişanlarını elədim. Yaşar Yusuf aparırdı məclisi o heç. Aygün Kəzimova, Tünzalə xanım Ağayeva. Oradan sonra bize dediler ki, istediler Ədalət Şükürov da olsun orada falan filan. DJ içine geldi yarımsın. Yer çatmadı. Başa düşürsən. Elə bil ki, ona göre de bence